Telman Gil sentyabrın 27-si Murov Kəlbəcər istiqamətində döyüşə girib, həmin ərəfədə ondan xəbər olmayıb, biz ondan əlaqə qura bilməmişik. Sentyabrın 30-da Telmana bizə zəngi gəlib və deyərdim ki, bu sonuncu zəng oldu və ondan sonra Telmandan bir daha xəbər ala bilmədik. Biz dəqiqləşdirdik ki, Telman oktyabrın 2-si artıq şəhid olub, Kəlbəcərdə Ömər aşırımında şəhid olmuşdu və 85 gündən sonra onun cənazəsi tapılaraq dekabrın 26-sı Şəhidlər Xiyabanında dəfn olundu. Telman şəhid olandan sonra onun döyüş yoldaşlarından bir neçəsi bizimlə görüşə gəldilər və onlar Telmanın döyüş yolu haqqında bizə danışdılar. Dedilər ki, Telman yaralı idi, çox ağır yaralı idi. Onun geri qayıtmaq şansı var idi. O geri qayıtmayaraq döyüşü davam elətdirdi və son damla qanına qədər vuruşub şəhid oldu. Vətən uğrunda, Kəlbəcərin azadlığı uğrunda medalı və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə tərtib olunub. Elə bizim yaşadığımız küçə Telmanın adınadır. Dövlət tərəfindən həm pensiya, həm də prezident təqaüdündən təmin olunmuşuq. Bundan əlavə, bildiyiniz kimi prezidentin sərəncamı ilə şəhid ailələri evlə təmin olunurlar və mən dövlətimə təşəkkür edirəm ki, onlar şəhidimdən sonra bizlərə sahib çıxıblar. Mən Telman üçün 2 yadigar böyüdürəm. Nə xoş mənim halıma ki, mənim ömür yolumdan Kəlbiyev Telman adlı bir qəhrəman gəlib keçdi.